Bilirsiniz, o hissi axşam evdə oturub bir film izləyirsiniz və qəhrəman qaranlıq, qorxulu bir zirzəmiyə düşmək üzrədir. Sən ekrana baxıb qışqırırsan ki, ora getmə, axı bilirsən orada nə var. Hə, sən qışqırırsan, amma o yenə də gedir. Ay sağır, yenə də gedir və sən artıq sonluğu bildiyin üçün sadəcə əsəbdən başını bulayırsan. Bugünkü araşdırmamız, daha doğrusu sizin bizə göndərdiyiniz o cəmi 5 sözlük qısa mənbə, məhz bu qışqırmaq o çarəsizlik hissini yaradır. Çox maraqlı müqayisədir əslində. Elədir. Yəni, dostlar, bugün biz çox qəribə bir mətinlə üz-üzəyik. Təsəvvür edin ki, qarşımızda uzun-uzadı bir hesabat falan yoxdur, sadəcə 5 söz var. Həmin evləri yenə su basacaq. Bəli, cəmi 5 söz. Düzdür, amma bu sözlər o zirzəmiyə düşən qəhrəmanın qaçılmaz faciəsi qədər ağır bir yük daşıyır. Mən bunu ilk dəfə oxuyanda düşündüm ki, bəlkə də müəllif sadəcə xroniki pessimistdir. Yəni, həmin evləri deyəndə bəlkə sadəcə xəritədəki bir nöqtəni nəzərdə tutur və vəziyyəti biraz dramatikləşdirir. Mən yəni açığı deməzdim ki, bu sadəcə pessimizmdir. Çünki burada bütün hekayənin oxunu dəyişən xüsusi bir söz var. O da yenə sözüdür. Aha, o yenə sözü məsələni qəlizləşdirir. Tamamilə. Baxın, bir söz bütöv bir arxa fonu necə dəyişir. Əgər kimsə sadəcə evləri su basacaq desəydi, sən haqlı olardın. Bu sadəcə bir proqnoz və ya nə bilim bir ehtimal olardı. Hava proqnozu kimi dəli. Ol. Amma yenə dedikdə sən dərhal anlayırsan ki, bu adamlar artıq bir dəfə, bəlkə də bir neçə dəfə o fəlakəti yaşayıblar. Evi su basıb, günlərlə palçığı təmizləyiblər. Bəlkə də aylarını sərf edib həyatlarını sıfırdan yenidən qurublar. Düzdür. Amma aydın məsələdir ki, heç kim, yəni problemi həll etməli olan heç bir qurum barmağını belə tərpətməyib. Əsas səbəb necə var, elə də qalıb. Yəni, buradakı həmin evləri ifadəsi sadəcə bir coğrafi məkan deyil. Bəs nədir? Bu, kənarda qalmış, unudulmuş və səsini eşitdirə bilməyən bir ictimanın göstəricisidir əslində. Yaxşı, yəni tutaq ki, icma səsini eşitdirə bilmir. Bəs o evlərdə yaşayanlar niyə sadəcə köçüb getmirlər? Yəni, insan təbiəti çox qəribədir. Elə bil problemi görməzdən gələndə təhlükənin yoxa çıxacağına inanırıq. Bu biraz qəliz məsələdir. Həm də məni ən çox təəccübləndirən o cümlədəki qətiyyətdir. Müəllif zərrə qədər də bəlkə payı saxlamır. Su basa bilər, daşqın ehtimalı var, belə şeylər demir. Çox birmənalı şəkildə basacaq deyir. Çünki tam əmindir. Bəli, amma bu cür arxayınlıq haradan gəlir? Mənə elə gəlir ki, bəlkə də sadəcə medianın və ya rəsmilərin diqqətini çəkmək üçün bilərəkdən belə kəskin yazılıb. Yox, mən diqqət çəkmək üçün şişirilmiş bir ifadə olduğunu düşünmürəm açığı. Bu əminlik mövcud vəziyyətin, necə deyərlər, çox soyuqqanlı bir diaqnozudur. Diaqnoz doğrudan maraqlı yanaşmadır. Hə, insanların niyə köçməməsini gəldikdə isə bu daha çox psixoloji və iqtisadi bir tələdir. Yəni ev, daşınmaz əmlak bir bel çantası deyil ki, götürüb gedəsən. Təbii ki, insanların illərlə qurduqları həyat var orada. Çoxunun başqa alternativi, maddi gücü yoxdur. Ay sağ ol. Mexanizm çox sadədir əslində. Bir çayın qarşısındakı bənd uçubsa və ya ərazi tamamilə səhv planlaşdırılıbsa və o bəndi təmir etmirlərsə, suyun növbəti yağışda yenə o evlərə dolacağını bilmək üçün Nostradamus olmağa ehtiyac yoxdur. Yəni qətiyyət elə oradan gəlir ki, fəlakətin səbəbləri hələ də olduğu kimi durur. Dəqiq. Və qəribəsi, eyni zamanda ən qorxulusu odur ki, cəmiyyət olaraq biz bu təkrar olunmaz görünən fəlakətləri normallaşdırırıq. Normallaşdırırıq, bəli. Dəhşətlidir. Amma tamamilə düz deyirsən, biz fəlakət az qalan mövsümü bir fəsil kimi qəbul edirik. Yaz gəlir, ağaclar çiçək açır. Və təbii ki, yağış yağanda o evləri yenə su basır. Sanki həyatın dəyişməz bir qanunudur bu. Dostlar, sizin bizə göndərdiyiniz bu mənbəyə biraz dərindən baxanda adam doğrudan mat qalır. Sadəcə 5 söz. Amma çox böyük məna daşıyır. Elədir, içində həm keçmişin travması və dağıntısı var, həm indiki hərəkətsizlik və laqeydlik, həm də gələcəyin o qaçılmaz təhlükəsi. Sanki zamanın 3 fəsli qablaşdırılıb, bu 5 sözün içinə sığdırılıb. Mən səninlə tamamilə razıyam. Bəzən yüzlərlə səhifəlik, belə qəliz cildlərlə yazılan mühəndis hesabatlarının deyə bilmədiyini bu cür qısa, kəsərli bir cümlə deyir. Bəli, mühəndis dilləri bəzən o insani hissi çatdırmır. Elədir. Ən qısa və sadə xəbərdarlıqlar əslində ən böyük sistemli uğursuzluqları ifşa edir. Yəni, problemin harda olduğunu dəqiq bilirik.
həmin evlərdə. Nə vaxt olacağını tam bilməsəydi. Aha, tam təqvim olaraq bilməsək də mütləq təkrarlanacağını bilirik. Yenə olacaq. Bu deməkdir ki, vəziyyəti idarə edənlər, bəlkə də elə qərar vericilər bilərəkdən və ya bilməyərəkdən bu insanların bu evlərin zərər görməsini sadəcə məqbul bir itki kimi qəbul ediblər. Məqbul itki. Bax, bu ifadənin özü adamın tüklərini ürpərdir. İnsan həyatının, o boyda illərin əməyinin sadəcə bir statistik xəta kimi qəbul edilməsi. Və elə sistemli susqunluq da məhz budur. Düzdür. Bax, bu bizi elə söhbətimizin əvvəlindəki o film ssenarisinə qaytarır. Bəli, sonluğu bilirik, hamımız oturub eyni filmi izləyirik. Təəssüf ki. Amma əgər nəticənin yenə su basacaq qədər dəqiq və qaçılmaz olduğu əvvəlcədən bilinirsə, bəs o ilk daşqınla növbəti fəlakət arasındakı boşluqda yaranan o dərin səssizliyə, o kütləvi hərəkətsizliyə görə əslində kim məsuliyyət daşıyır? Çox çətin və ağır sualdır. Həqiqətən. Və ən əsası da odur ki, sizcə bu qaçılmaz olanı dəyişmək, eyni filmi fərqli bir sonluqla bitirib bu təkrarlanan lənət dövrünü qırmaq üçün əslində bizə nə çatışmır? Yaxşı texniki avadanlıq, maliyyə, yoxsa sadəcə biraz insani vicdan? Bax, bu həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Növbəti araşdırmamızda görüşənədək